9000 metr 90 dəq x 2 dəq. Aha. 9000 vurulsun 2 bərabər 90 vurulsun x 90 da 9000 ixtisar gedir. Qalır orada 100. 100'ü də 2'ye vuranda x bərabər 200. Uşaqlar, bura qulaq assın. 1,5 kilometr qayda atacağım, baxın. Deməli, neçə gedir? 2,5 saat yol gedir. 1 dəqiqə, dəqiqə nəyin vahididir? Zamanın vahididir. 1 dəqiqəyə neçə kilometr yol gedir? Bilmirəm. X qədər. Aha. İndi cavabları kilometrlə yox, metrlə veribdir. Onda kilometrdən nəyə keçməliyəm? Kiçik vahidə keçməliyəm. 1 kilometrim neçə metrdir? 1000 metrdir. 1000 metrdir. Onda kilometrin yerinə nə yazacağım? Kilometrin yerinə nə yazacağım? Metr. Yazacağım 1000 metr. 1000 metr. Yazdın mı? İndi saatdan da dəqiqə ilə saat veribsə, böyükdən nəyə keçməliyəm? Dəqiqəyə keçməliyəm. Əgər uşaqlar, əgər bizə dəqiqə ilə saat veribsə, keçməyin. Əgər saatla dəqiqə veribsə, onda kiçiyə keçin. 1 saatim da neçə dəqiqədir? 60 dəqiqədir. Bunun arasında vurma var. 1 saatim də 60 dəqiqədir. 60'a vurdu. İndi vergüdən sonra bir rəqəm var. Bir dənə sıfırla bu vergi getdi, qaldı 1500. Vergüdən sonra bir rəqəm var. Bir dənə sıfırla getdi, 25'i də 6'ya vuranda qaldı 150. Bir dəqiqəm də nə qədərdir? X-dir. İndi çarpaz. Düzəldəndən sonra çarpaz vurun. 150 x bərabərdir 1500'ə. 150'lər getdi, x bərabərdir. Neçə qaldı? 10 qaldı. Vəssalam. Müəllim, orada 2,5 deyil, axı 1,5'dir. Niyə ki? 1,5'dir, 8'i deyirəm mən. Nömrə 8'i deyirəm. Ay bunu belə elədim, ay elə elədim, ay böldüm, vurdum, çıxdım. Ay, o həncəməni niyə açırsınız ki başınıza? Axırda da səhv alırsınız cavabı. İndi bura baxın, 15, bircə dəqiqə. Bircə dəqiqə uşaqlar, 100 olmalıdır bu. Mən nə yazdım? Müəllim, burada 100 olmalıdır, müəllim. Hə, 1,5 yazmışam. Aha, 100 metrdir. Olur hansı variant? A variantı. Mən də elə yazmışam, A variantı. Aha, indi bura baxın. Bizə deyir ki, 9, nömrə 9'da. Nömrə 9'da. Diqqətlə qulaq asın. 9 kilometr 1,5 saata gedir. İndi sizə sual verirlər. Siz də ruçka dəftəri götürüb hesablayırsınız. 2 dəqiqə, müəllim, dəqiqə ilə saat zamanın vahidləridir. Yəni saatın üstündədir da əqrəb, saatla dəqiqə. Ona görə bunları alt-altda 1 yazıram. Bu da nədir? X-dir. Müəllim, cavabları verib A 200, B verib 90 metr, bu 200 metr, D verib 150 metr, Y verib 600 metr, S verib 10 metr. İndi müəllim, cavabları metrlə veribsə, kilometrdən böyük vahiddən nəyə keçməliyəm? Kiçik vahidə. 1 kilometrin müəllim 1000 metrdir. Yazıram 1000. Bunun arasında heç nə yoxsa vurma var. İndi müəllim, saatla dəqiqəni veribdir. Saatdan kiçik vahidə keçməliyəm. 1 saatim neçə dəqiqədir? 60 dəqiqədir. Vuracam neçəyə? 60'a. İndi vergüdən sonra bir rəqəm var. Bir dənə sıfırla bu getdimi? Qaldı 9000. Mən misalı düzmü yazmışam? Hə. 9000. Bu da neçə eləyir? 15'i də 6'ya vuranda 90 mı eləyir? Bəli. 2 dəqiqədə nədir? X-dir. İndi çarpaz. Düzəldəndən sonra çarpaz vura bilərəm. Birinci diqqət eləyin misala. Birinci baxın, ondan sonra həll eləyin. 2'ni də vururam nəyə? 9000'ə. Müəllim, 90 burada, 90 burada. İxtisar getdi, x də bərabərdir. 2 vurulsun, arxasında 2 dənə 0, 100 elədi, 200 metr. 200 metrim harda var? A variantında.
Deməli, A variantını qaralayacağam. Və salam. Harda başa düşmədiniz? Deyin görüm. Müəllim, mən hamısını yazmışam. Müəllimə, bir dəfə də Olar izah eləyə ki, bilərsiniz? göstərər. Aha. Bax. Deyir ki, 9 kilometrim 1,5 saatdır ilkin. Bəs yaxşı, 2 dəqiqəm nə qədər yol gedər? Bilmirəm, x qədər. İndi ilkin cavabları metrlə verib, kilometrdən nəyə keçəcəm? Metrə. Metrə. 9000. 9000 oldu mu bu? Metrə keçdim. Bəli. 1,8 dəqiqə ilə saat verib. Böyükdən nəyə keçməliyəm? Saatdan nəyə keçməliyəm? Dəqiqə nədir? Kiçik vahiddir. Saat da böyük vahiddir. Deməli, böyükdən Bəli. kiçiyə keçməliyik. Saatı silirəm. Bir saatim neçə dəqiqədir? Dəqiqə keçirəm. 60 dəqiqə. Arasında heç nə yoxsa vurma var. Vergüldən sonra bir rəqəm varsa, bir dənə sıfırla bu vergül getdi. 9000 metrim nə qədər qaldı? 90 qaldı mı 15-6-ya vuranda? Bəs 2 dəqiqəm nə Bəli. qədərdir? X-dir. İndi çal çarpaz vur, Bilinmir. oradan da X-i tapanda neçə oldu? 200. 200. Bax bu 90 ilə bu 90 getdimi? Bunu da buna vuranda Hı hı. 200 eləyirdi. Burada da 1 qalır. X-i də 1-ə vuranda neçə elədi? X elədi. O da tez Bir. tapmaq yolu. Sonra mənə desin, Nihat yazıb, Həzrət, de görüm hansılar qalıbdır? Həzrət. Mən nisbəti başa salmırsınız. Hə, nisbət tənasib faiz da, bu da buna aiddir. Mən tənasüblə faizi bildim. Mən nisbətdə bəzi yerlərdə taşıram. Elə nisbətə aiddir da bu da. Nisbət də nədir? Bölək deməkdir da. Məsələn, 6-cı sinif kitabını tapa bilmədim, Həzrət. Bilmirəm, uşaqlarım aparıb yanıma gələnlər. De görüm hansı misalı başa düşməmsən, Həzrət. Göndər mənə telefonda görüm. Bir dəqiqə müəllimə. Aha. Ona kimi Məryəm desin görüm. Məryəm de görüm hansılar qalıbdır. Mən hamısını başa düşmüşəm. İstiqamət nisbətdir, kəmiyyət nisbətdir. Faiz, nisbət, tənasübdən hansılar qalıbdır? De görək. Mən tənasüblə faizi yazmışam. Məktəbdən bir dənə nisbət qalıb. Aha, nisbətdə belə verə bilər. Məsələn, sizə verə bilər ki, 600 ədədi 3, 4, 5 ədədləri ilə düz mütənasib hissələrə bölünmüşdür. Alınmış ədədlərdən ən kiçiyini tapın. Alınmış ədədlərdən ən kiçiyini tapın. Məsələn, bu düşə bilər. Nisbətdən kiçiyini tapın. İndi nə edəcəksiniz? Uşaqlar, baxırsınız ki, nisbət nə deməkdir? Bölmə deməkdir. Bölmə deməkdir. Kəsr xətti nə deməkdir? Bölmə deməkdir. Nisbət deyirsə, burada nisbət demir. O eləcə deyir ki, düz mütənasib. Müəllim, bəs mütənasib də bölmə deməkdir də. Bölmə də nə deməkdir? Nisbət deməkdir də uşaqlar. İndi böləndə nisbət deməkdir. Düz mütənasib deyəndə yanına x-lar qoyun. 4x, 5x. Mütənasib deyirsə yanına x-lar qoyun. Toplayın, ədədə nə eləyin? Bərabər eləyin. 3x, 4x, 7x, 5x elde 12x bərabərdir. Neçəyə Həzrət? 600-ə. Vurmadsa aşağıda nə olur Həzrət? Bölmə olur. 600-ü nəyə bölürəm? 12-yə. Neçə düşür Həzrət? 50 düşür. 50. 60-ın içində 12 5 dəfə, 600-ün də içində 50 dəfə. 0 da əlavə elədim, oldu 50. Bəs bizə deyir ən kiçiyini tapın. Ən kiçiyim 3x-dımı, 4x-dımı, 5x-dımı? Hansı ən kiçikdir Həzrət? 3x. 3 ilə x-in arasında nə var yazılmayıb Həzrət?
Vurma. Vurma. X-a nə tapdım? 50. X-in yerinə nə qoyacağam? 50. Neçə olacaq həzrət? 150 olmayacaq mı? 150. Bəli, Nihat, eşidirəm. Bəs Heç böyük... mən. Aha, indi deyir ki, düz mütənasib hissələrə bölünməyib. İndi deyir, tərs mütənasib bölünüb. Uşaqlar, yadınızda saxlayın. Bax, 3, 4, 5, bu da verib 600. İndi özümdən verirəm. Deyir ki, tərs mütənasib hissələr. Müəllim, 3-ün tərsi 1/3-dür. Tərs deyəndə nə yazırsınız? 1/nə yazırsınız. 3-ün əksi nədir? -3-dür. -3-ün əksi nədir? -3-dür. 3-də 1-in tərsi nədir? 3-dür. 3-ün tərsi nədir? 3-də 1-dir. Tərsi deyəndə 1/nə. Deyir, tərs mütənasib hissələrə bölünür. Müəllim, bunun yanına x qoyurduq. Onda 3-də 1x olacaq. 4-də 1x olacaq. Axı, tərs deyir müəllim. 5-də 1x olacaq. Bunu toplayıb nəyə bərabər eləyəcəm? 600-ə. 3-ə, 4-ə, 5-ə. Elə bir ədəd seçin ki, həm 3-ə bölünsün, həm 4-ə bölünsün, həm 5-ə bölünsün. Ortaq məxrəc seçmək üçün nə edəcəm? Ay, sağ ol, bir-birinə vuracam. Neçə oldu? 60 oldu mu? 60-ı 3-ə bölürəm 20, 60-ı 4-ə bölürəm 15, 60-ı 5-ə bölürəm 12. Hansısa bir ədədlərin həzmini tap deyir. Burada 6-cı sualda var, 60 şəklin. Aha, deyən qoy baxım. Telefon mənə ver bir ay qız. Həcmin deyir tap. Həm də səni keçməmişəm də hələ. Deyən görüm. Hana həzrət? Hana həzrət, hara atmısan? Mən 6-cı sinif qrupundadır da. Hə, Müəllim atıb. indi gəldi mənə. Deyən görüm, bircə dəqiqə. Qoy açılsın. Açılmır. Niyə açılmır bu? Aha, qoy açılsın bircə dəqiqə. Hə, açıldı. Hansı sualı deyirsən həzrət? De görüm. Bu təzə kitabdır. 6-cı suallarda deyir ki, 1-ci, 3-cünün həzmini tap. 6-cı sualda, 6-cı sual. Aha, gəl tapaq. Deyir ki, 3 nasos eyni zaman ərzində ambara su vurur. 3 dənə nəyim var? Nasosum var. Bir nasos. Keçməmişəm nasos məsələlərini sizə. Surət məsələlərini keçəcəm, nasos məsələlərini keçəcəm, hovuz məsələlərini keçəcəm. Onları keçməmişəm sizə. Deməli, bir nasos, 2 nasos, bu da nədir? 3 nasosdur. Düz deyilmi həzrət? 3 dənə nəyim var? Nasosum var. Bunlar eyni zaman ərzində ambara su vurur. Məsələn, bir gün ərzində bunlar su vururlar. Və yaxud 3 saat ərzində ambara su vururlar. Birinci və ikinci nasosların vurduqları suyun həcmi 3-ün 2-yə. Birinci və ikinci nasosların 3-ün 2-yə nisbətində. Birinci nasosum neçə olacaq? 3-də 1x olacaqmı? Aha. İkinci nasosum nə olacaq? 2-də 1x olacaqmı? Vurduqları suyun həcmi 3-ün 2 nisbətində. İkinci və üçüncü nasosun vurduqları suyun həcmi 4-ün 5 nisbətindədir. Cədvəli tamamla. Aha. Gəl tamamlayaq. İndi yazıb nasos. Nasos. Birinci, ikinci, üçüncü cədvəl çəkibdir. Bir saatda 3 kub metr vurur. İkinci nasos 2 kub metr vurur. İndi gəl tapaq. Həzrət, lap da 3-də 1 yazmıram. İndi nisbət veribsə, yanına nələr qoyuram?
x-lar qoyuram. Birinci nasosum neçə x-dir? 3x-dir. İkinci nasosum neçə x-dir? 2x-dir. Düz deyilmi? Bəli. İndi birinci ilə ikinci 3x-dırsa 3-ü nəyə vuracam? X-a nə veribdir? 1 saatda deyil. X-i 3'e vuracağım. 3'ü 3'e vuracağım. Neçə olacaq? 9 olacaq mı? 2'ni də 2'ye vuracağım. 4 olacaq mı? Bəli. Saatı vurursan ona. Saatı vurursan ona. İndi sonra 3 saatda 4 saatda deyirsə 3'e 4'e nə edəcəksən? Saatı vuracaqsan onlara. Vəssalam. Üçüncü nə oldu? İndi üçüncüdə neçə veribdir? Üçüncü nasosa. Üçüncü nasosum nə qədərdir? Üçüncü nasosların vurduğu 4'ün 5'in nisbətindədir. Bu neçədir? Üçüncü nasosum 5x-dır. 5'i nəyə vuracam? 3'e vuracam da. İndi vurduğu suyun həcmləri nisbətini tapın. Vurduğu suyun həcmləri nisbəti V1-in V2-yə nisbəti də. Birinci nasosum V1'dir. İkinci nasosum, üçüncü nasosum da V3 olsun. Həcmlərin nisbəti. Nisbət nə deməkdir? Bölmə deməkdir. V1, V2 nədir? Həcmdir. V nədir? Həcmdir. Həcm, tutduğu həcmdir. Yəni ki, görək nə qədər su tutur bu. Eyni su vurur. Eyni zamanda su vurur. Birinci, ikinci nasosların vurduqları suyun həcmi 3-2 nisbətində. İkinci, üçüncü nasosların vurduqları suyun həcmi 4-5 nisbətindədir. Cədvəli tamamlayın. Vəssalam. Elə də eləyirsən, qutardı, getdi. Aha, sonra Mən dəftərləri bir-bir yoxlayın. aha, yaxşı. Həzrət, saat 10-dan sonra boşam, başa salaram. Yaxşı mı? Mən olar mən çıxım. Aha, yaxşı. Yaxşı. Bunların hamısını bir-bir başa salıb yazdıraram. Yaxşı mı? Nasos məsələlərini. Əgər keçmisənsə düşəcək.